Ahmet Seyliye size hazırlanıyor. Sizden. Kur'an grubu. Size babamız Kur'an grubu. Sen 57 ben 31. Son detaylı. 57 sen Kur'an grubu. Sen 57 ben 30. Sizin de var. Abi da hazırdım. Hangisi? Size. Sizden fazla. Şimdi yokluyor benlikleri. Benlikleri yokluyor şu an. Hava benlikleri yokluyor. Hamur benlikler geldi yokluyor her olsun için. Karöz benliğini yoklasın. Birinci dekine, sonra görüntüye, sonra ikarını yapıyorsunuz. Önce başlayın hayırlı. Sağ olun. Hayırlı üstüne sizler aşağı sağlıksınız. Bir halde olsun aşağı olmaz. Şimdi ağzımda nesin? O derece yazın, 50 derece yazın da. Hazır mı? Yok. Kurtlar üstüne yaptı olur. Kurtlar üstüne yazmış. Kurtlar üstüne yazmış. Bazı getirin buna. Ağzınıza. Yaman çıkma yapalım. Yapın ben bunu yöntem. Fatih abla yazın. Söyle. Arzu yatısı lazım. Hazır. Yok Yok sen misin? Bir fazla çok. Saftan azarlar göreceksiniz. Binali, bisikletlerine küstür oynayacaktı. Düz yolda. Yönetmenler kutsu oldu. Yönetmen Türkçe oldu, hızlı. Buranlar kutlu olur. Kutlu ve sporlusu nasıl? Hadi bir çamlar. Bravo. Bravo. Yaxşı. 44'ü kaplı orası için de bakıyorsun. Ha? Yeni dersin. Yeni dersin. 44'te 10 sürpriz var. Ha? 44'te 10 sürpriz var. Mesela? 44'te 10 sürpriz. 44 57. 57'den sus. Geçersin sen. 44 yeni ders kaldıysan burada. 44'te 10 sürpriz var. Sonra kim geldi? Şöyle ikame. İkame yanı burada mısın? Bəli. Sizden mesela 43 20. Bəli. Yaxşı. Yani burada bu ünlü verildi. Halimize, son gruplara halledeceğimize. Ne verir burada? İkisini birlikte 4,2 metre pası işlenir. Bir kişi bir uşaq kostyumudur. Birlikte 4,2 metre pası işlenir. Defilem grubumuzda eğer neçə kişidir? Bir kişi kostyum, iki uşaq kostyumudur.
Deməli, 5,6 bas işlənərsin. Sonra yöntemdə, bu cəm hamısı içində, düzdürmü? Yöntemdə 2 kişi 1 uşaq qarşısındadır. 6,9 metr. Turan üçün 1 kişi 3 uşaq qarşısındadır. 7,14 metrləri. İkamədə 3 kişi 1 uşaq qarşısındadır. 9,2 metr parça işlənərsə, 1 kişi 1 uşaq qarşısında ayrılıqda neçə metr parça işlənər, onu tapmaq lazımdır. Məsələn, uyğun təmin tərtib edin və həll edin. Kişi qarşısında x metr və uşaqla 50 metr parça işləndiyini qəbul edə bilərsiniz. Bu tövsiyə olunur sizə. Və işə başlaya bilərsiniz. Bir diqqətli olsunuz, ora baxanda tapmaq, şifayə tapmaq asan, amma sistem qurursunuz. Yəni, əvvəl təmin sistemi qurur, birinci növbədə su həllə başlayacaq. Diqqətlə baxanda həllər görmür. Amma siz sistem qurur. Şəkillər həlli deyil adam. İşte istəməm istəmə qurur bilirsiniz. Şey yazmış. Aha, sistemi burada. Bu her üstü. Biri x'li, biri y'li. X'li y'li ne? Güzel. Sonra gəlib buna yazmaqsan burada. Bu hamısı birinci tənib burada var artıq. Kim tənib bölünür ayrılır. Tüm qurulaq x'li keçərləsədir, 4'də olur. Su ayrılır ki, burada neyden neyin zəhlədir? İlk saat neçə yıldır? Bəs burada? Təmin seni olur bizim. Bilis seni sayılardır ki, əvvəl seni olur. Vaxt gedirdir, vaxt işlədir, birlikdə işlədir. Birlikdə. Garip çıksa, garip mesele. Orada yukarıdan size geldi. Şimdi halleri verir. Çünkü birinci terlik her halde eğitim. Beşal Hüseyin. İkinci de ayrılık halleri. Hemen bizde de düzdür. Düzdür bizde de. Ne halleri verir. Kaldı haller. Masum gülerlerinde. İndi uşaq həllərə fikir verir burada həllərə. Kimlər düz səhv eləmişsə fikir versin. Həllərimiz gələcək bura. Şu həllərlə göstərilir burada. Kim necələmişsə fikir verir. Aferin buna. Ama çok geç. Yaxşı. Onun da nədir orada? Biz məsələmizi əllədik. 1156-cı əsətin tusi, marağa əsətdansı, qurmaq məsələsini necə həll etmini bilirsinizmi? Gəlin baxalım. Mesela Ebu Cafer Mehmet İbn Muhammed Vanani 1201. yılın fevralında Tuz şehrinde anadan olur. Sababına göre ona Nesrettin adını verirler. İbn Tuz'un yazdığı en məşhur eser Əxlaq-ı Nasiri olur. Bir müddət sonra müəyyən narazılıqlara göre alimi həbs edib Ələmüd qalasında əsir saxlayırlar. 12 illik əsirlik həyatı Tusi üçün olduqca ağır keçir. Lakin o qaladaki zəngin kitabxanadan istifadə edir, bir sıra elmi əsər yazır. 1256-cı ildə Hülayakü xan Ələmüd qalasını tutur, əsirləri azad edir və Nəsrəddin Tusinin şəxsi məsləhətçisi təyin edir. Həmin dövrdə Nəsrəddin Marağa rəsədxanasının tikintisinə başlayır. Tikintiyə çox maliyyə lazım olduğu üçün Hülayakü xan əvvəlcə razılaşır. Nəsrəddin xandan xahiş edir ki, bir nəfər dağa çıxıb boş bir qazanı dağdan aşağı atsın. Lakin bunu onlardan başqa heç kim bilməsin. Qazan dağdan üzü aşağı deyilərdikcə qayalara, daşlara toplanıb, qorxulu səslər çıxarır. Hülayakü xanın ordusu qorxuya düşür. Tusi xana deyir, hökümdar, biz qayalardan gələn səsin səbəbini bildiyimiz üçün sakit oturmuşuq. Qoşun isə bilmədiyi üçün hər
heyecan içindedir. Eğer biz semada baş veren hadiselerin mahiyetini evvelceden bilsek, yeryüzünde həmişə belə rahatlıq hüküm sürer. Hülakü Xan Nəsrəddin Elmani və rəsədxana tikintisi üçün lazım olan 20.000 dinarı ayırır. Rəsədxana dünyanın dört bir yanından alimləri cəlb edir. Şərqin bütün məşhur rəsədxanalarını geridə qoyur. Marağa rəsədxanasının nəzdində 400.000 kitab olan kitabxana fəaliyyət göstərir. Alimin təşəbbüsü ilə yaradılan Marağa rəsədxanası həmin dövr üçün elmi mərkəz rol oynayır. Nüklidin şərhi, hərəkətdə olan yer küryəsi, gecə və gündüz, teleskop haqqında, təqvim və ulduzların seyri əsərləri alimin zəngin irsinin bir hissəsidir. Bir çox əsəri hələ sağlığında dünya dillərinə tərcümə olunur. Onun riyazi əsərləri bütün dünyada həndəsə və trigonometriyanın inkişafına təkan verir. Nəsrəddin Tusinin riyaziyyətə dair kitabları, xüsusilə Təhrir və Uqlidis Qərbi Avropada məşhur alimlərin, o cümlədən Newtonun müəllimi John Wallis'in Oxford Universitetində mühazirə kitabı olur. Nəsrəddin Tusi 1274-cü ilin iyununda Bağdadda vəfat edir, Bağdad yaxınlığındakı Kazımen şəhərində dəfn edilir. Alimin qəbri üzərində bu sözlər yazılır. Elmin köməkçisi, elm ülkəsinin şahı, dövrün anası belə oğul hələ doğmamışdı. Davam ettirir inşallah. İndi burada uyğunluğu tapacağız. 4 tane məsələ var şəkildə görürsünüz. Hər məsələ sistemə hazırdır burada. Siz baxın, oxularla birləşdirməz, hansısa yol birləşdirməz. Baxın kimi görürüm. Hayır, nə fikirlərsiniz? Yaz birinci bu olsun, bir iki uyğunlaşdırma, birinci alsa, bir dənə mənəgəş bir iki mənəsi qeyd. Bax, bura ilk üç yazır, bura ABCD yazır, bura oxularla birləşdirməz. Nə birləşdirməz? Oxularla birləşdirməz. Hansısa uyğundur. Resməldir, sol çapmaq asandır. Hələ birləşdir, uyğunluq. Hazırdır. Sonra hazırdır. Ahırda sayın gününde kaçırdım. Ben onu canı göstereyim. Ben baktım sonra düz yazıp burada. Bir de ola dördüncü ya düz tapmış. Burada aydın məsələdə bu ərəblərə görə 21-75'e göre tapma asandır. Bir de burada 3 belki de çətin gəlir. Bu üçün tapma çok asandır, düzdürmü? İndi isə Ekle, bizim tapacaq ki, yəni avtobusda minik avtobus sürəti nə qədərdir? Yöntem tapacaq ki, burada partiyalar nə qədər, şagirdlər nə qədərdir? Tural tapacaq ki, qarpızın biri neçə tane, burada aydın məsələ qarpızla eyni çəkidədir. Demişlər, indi həyatda belə çox olmur, ta ki burada belə də standart tapacaq. Və qarpız biri neçədir, neçə tane küpəsələ, yemişə küpəsələ qədərdir. Və iqamət tapacaq ki, bir kitab neçədir, bir dəftər neçədir. Başladı. Başlı qaldı. Hələ edirsin? Yox, sən azı qurursan. Bura. Tural sən bu tapacaq. Tapacaq. Bir dənə qarpız neçədir, bir dənə neçədir. Hazırdır. Sonra kim lazım? Sonra kim lazım? Verek.
Cavablar gösterdim ya şu an. Kimdə düzdür de baxa. Sonra, şimdi buradan bu iki burada bez toplanan o ne kalsın. Burada bir var yani. Növbəti məsələyə keçək. Burada şuna. Buna diqqətli ol, diqqətlə fikir verin bana. Mən tərzin göstərsə diqqət edəcəksiniz. Mən bu suyla dolu qaldı. Neçə gəldi? 222 gram. 229. Bu isə 4 su var. Neçə gram elədi? 93 gram. İndi sizə tövsiyə olunur burada nə ilə gəlsin. Nasıl oldu? Boş stəkan, bir stəkan suyun kürəsini tapmaq lazım. Yəni boş stəkan neçə qramdır? O bir dənə stəkan tutduğu su neçə qramdır? O tövsiyə olur. Stəkanın kürəsi 2 gram. Bir sərcində suyun kürəsi 2 gram qəbul etməkdə təhlükəsiz olmalı olur. İndi birinci sistemi qurulur. Birinci sistemi qurulur. Su rəyidir. Ben 4'te 1 dostum. Hada, Türkler verirsiniz. Şimdi sen bir ne yapıyorsun? Stakan sözü 2 gram. Ama orada su 4 gram. Burada stakan dağılır. Ama su ne? Dörtlerle su var. Biliyorsun mu? Onları da kalitesini var. Çabuk kalitesini var. Ekşiler değişen var da. Bilincisi bilir. Buna göre bir tane yol olacak. Buna da bir tane yol olacak. Bahsi ölçülerle. Boş stakan ne kadar? 100 gram. Bir suda olmaz 4 gram. Bunun ikisi birlikte sen de sen aldın. Burada ise stakan var. Ama suyun nesesi var. Suyun dörtler. Suyun dörtler üstü gelmez. Elemler konsantrasyon. Tuzu. Buna göre terliği ne olacak buna göre terliği? Ben yazdım. Nasıl bu ne olacak şimdi? İlk sütten ne? İkisi gelsin 4 tane değil. Aha. Nese verdi? Beraber 90 lira. Onun sistemi hazır mı? Verdim. Zahmet sistemi buldu musun? Ben nasıl yaptım sistemi? Dörtlerden 25 tane yok. Şimdi şu an sistemi artık sistem bilindi. Kalın bu sistemi halledildi. Şimdi bu sistemi de halledildi. Hayır, gelin tabi. Eline verelim. Bak dedi. Ama bak dedi, ders dedi, ben yapayım. İyisiniz. Şimdi elleri neyse. Elini çağırın. Burada sen elleri kadar edersen. X yok. X yok. Bunun için ben bile buna şikayet ediyorum. Ama istesin iyi diyor. Bu seçim senin. Yani kime ihtiyaç ediyor. O zaman ne olur? Ben sözüm bunu da yapıyorum. Ben de burada gösterdi Düzden kimse yukarıda nerede bırakmadı? Farkı yok. Burada da şahsen yukarıda nerede bırakmadı? Sadece nefis olarak geçti. 48 gram, 8 olur, 80 gram su olur. Ayrıdır. Yani yöntem 360. Şimdi sonra bak maraqlı məsələlər var, maraqlı məsələlər var. Maraqlı məsələlərdən əl çəkmək olmuyor. Çünki adamlar alıb fikirləşdirir. İndi sizin şairinizlə görək nələrdən əl çəkmək, bax onu deyir. O gündən günə də gözəlləşir. İşıqlı dünyadan necə əl çəkir. Baxıqda ay yerisə görünüş kimi.
Təbəyə tökülmüş kimi, Bölümü yol gələ bilməsin yazın. uzaqdan uzağa xan gümüş kimi. Qaranlıq səhradan necə əl çəkim. Təbiət varlıdır, təbiət xəsiz. Mən baxmaram. İşlədərkən onu sənin mühəndis. Mən də qardaşlara verdim bu his. Bu incə mənadan necə əl çəkim. Bir yanda tərlanlar, dumanlı dağlar. Bir yanda kəkliklər, ayna bulaqlar. Bir yanda bülbüllər, çiçəkli bağlar. Mən bu tamaşadan necə əl çəkim. Həyat dediklərimi keçmə keçlər. Qəlbimdə, qanımda yanan ateşlər. Gecədən, gündüzdən, aydan, günəşdən. Bu zəngin fəzadan necə əl çəkim. Qarşımda dalğalı dərin bir ümman. Ümmanı sarsılır bir acı tutman. Beyaz köpükləri bir çiçək yapan. Şiirdə, xülyada necə əl çəkim. Ulduzlar fikrimin çırağbanıdır. Bulut xəyallarımın kərvanıdır. Səma ki hissimin okeanıdır. Belə bir səmadan necə əl çəkim. Səmadan aşağı yeni hisslərdən. Bir cavan qələmim düşmə bəhərdən. Dostlar, söyləyin mən bu hünərdən. Bu təbir əvadan necə əl çəkim. Dostlar, söyləyin mən bu hünərdən. Bu təbir əvadan necə əl çəkim. Nə istərsə keçsin. Nəyə düşməli? Şimdi şu an bir daha bakın meseleye. Ben o kendi halledin. Senin halledin. Daha bak kesin teslim halledin. Şu da aşırıdır, zəmin, ölçəlidir, biri 20 faizi, biri 25 faizi, birlikte 99 gramdır. Neyine versin? Neye vur baksın? Mənfi bir olsa geldiyiz ya. Mən yapma evlenirsin, bu neçə olsa? Bu neçə olsa? Beşe vursun. Ama mənfi beşe vursun. Mənfi beşe. Bunun da kim elle bırakır? Öyle değil. Yok. Yenisi elle değil. Tutu al baba. Sağını elle. Yok. Yaxşısı, həllə bax, həllə fikirləri dənədə. Baxın, həlli göstərir. Axırıncı mənfi 5'e vurur ki, mənfi 1 alır sonra. Və toplu sayılırsa, hamısı həlli göstərilir orada. Düzəltər detir, birinci, ikinci, 271 olur. Tamam. Həlli gördük. Ayrılır. İndi, bir məsələmiz qalır, sadəcə bu məsələ ötürəcəm də, bu toyuqlar doğuşanlar məsələsidir. O seyfdə baxar olarlarımız. Onların həlləri bu beyaz qaldı. İndi, yox, vaxta görə, bəllər dərsə gedməli. Sonda sual verilir, bir Allah ki, özün istəyirlər. Hərə özün bura tapa bilər. Mən bu dərsdə necə idim? Əla idim, biri deyil, yuxum gəlirdi, biri deyil.
Ben bugün əlaydım müəllimə. Sağ olun. Ay vaxtımız hamı şeyini. Mən əlaydım. Hamı şeyini olur. Mən deyim. Sen de özür son verenlersin. Şimdi diyor neceydi? Hansındansa bunlar. Aklımdan işte. Ha? Özümdən Bu sana? Ha? Hayır, benim oradan açmışım yok da. Yok sen şey. mən deyim. Ben de üstüne herden böyle öğretmen ben üstüne şeyden ders edeyim efendim. Ben de üstüne. Ben yetiştim. Mən də. Heç biri. Ben sadece olayım. Yaxşı da ben şey. Abi ya mesela sen de aldın yerine insan da aldın yerine diğer şeyleri çalışıp aldın çalışma olmaz. Yaxşı olar. İndi qaldı qrupların qiymətləndirilməsi. Mən göstərim. Qiymatda deməli sonra burada əməkdaşlıq yəni mühafizə yüksək qiymət verə bilər əməkdaşlıqda. Əməkdaşlıq havuzə yüksək verirəm qiymət qrup olaraq. Mənə çox sual demək lazımdır. Mən elə qiymətləndirirəm. Bu bazarda nəsə alırsan bir çox sağ olursan, bu sizin qiymətiniz belədir. Özünüzə çox sağ olun deməlisiniz. Sonra Turan İKM qrupu bizdə bir balaca orta. Turan orta. Yaxşı. İndi uşaqlar fəallıqsa, hamımızın fəallığı yəni pis deyildir, yaxşıdır. Sadəcə kombaya farkındaysa, qeyrətli uzaqlaşma lazım. Sən öz fikir bildirməlisən dərsən. Dəsən ki, dərs sənə çökür, bu dərs hamı sənə çökür. Mənə çökür. Siz hamı dərsi özüsünüz, dərsi yaxşı olur. Bu qədər hamı təşəkkür edirəm. Sağ olun. Dərs Bu, mesela Sağ olun.